Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun münasibətlərindən danışıb. Olay yazır ki, bu barədə Sabir Rüstəmxanlı həftənin qonağı verilişində açıqlama verib. O, Elçinlə bağlı bunları söyləyib. Yaradıcı insan kimi ona hörmətim var, amma yaradıcı insanların yaxşı ailə başçısı olması çətindir. Gərək bunu düşünsünlər. Ümumiyyətlə, uşaqların seçimlərini özləri edib. Xalq şairi qızının Elçinin boşanması haqda sualı belə cavablandırıb. Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var. Rəsmiyyət hər şeyi həll etmir. Hələ heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı bilinir, nə də bir yerdə olmağı. O şeylərə qarışmıram. Bu barədə danışmaq da istəmirəm.